Herkese salam. Bugünkü vizualizahımıza xoş gəlmisiniz. Bilirsiniz, bugün bizim əlimizdə həqiqətən də çox maraqlı bir mövzu var. Gəlin bir anlıq təsəvvür edək. Qədim dövrlərdən günümüzə gəlib çatan, içində ustadlıq və biraz da nankorluq olan bir əfsanə, bugünkü müasir təhsil və mədəniyyət xəbərlərimizlə necə səsləşə bilər? İnanılmaz səslənir, elə deyilmi? Amma bugün biz məhz qədim bir mifin dərinliklərinə inəcək və oradakı dərslərin bugünkü reallıqlarımızla necə kəsişdiyini görəcəyik. Bizi olduqca maraqlı bir hekayə gözləyir. Yaxşı, gəlin vaxt itirmədən başlayaq. Gündəliyimizə qısa bir nəzər salsaq, əvvəlcə çempion Rüstəm və onun şagirdinin əhvalatına baxacağıq. Daha sonra meydandakı o qəfil zərbəni izləyib, 40-cı fəndin əsl sirrini açacağıq. Oradan isə birbaşa günümüzə qayıdıb, müasir təhsil uğurlarımızla, mədəniyyət və yaz inanclarımızla tanış olacağıq. Hər şey bir-birinə necə də bağlıdır, özünüz görəcəksiniz. Beləliklə, birinci hissə. Çempion Rüstəm və onun şagirdi. Söhbətə başlamaq üçün gəlin o şanlı qəhrəmanların, pəhləvanların dövrünə qısa bir səyahət edək. Firdovsinin məşhur şahnaməsini yəqin ki eşitmisiniz. Bax, oradakı ən görkəmli, bütün şərqdə əfsanəyə çevrilmiş bir qəhrəmandan, Rüstəm Zaldan danışacağıq. Amma o, sadəcə yenilməz bir döyüşçü değildi. Rüstəm həm də öz biliyini heç kimdən əsirgəməyən, güləşin sirlərini şagirdlərinə böyük həvəslə öyrədən əsl ustad idi. Təsəvvür edin, o dövrdə Rüstəmi fərqləndirən əsas cəhət tələbələrinin necə yanaşması idi. O gənclərə vaxt ayırır, bildiyi bütün fənləri onlarla bölüşürdü və ən əsası, müəyyən bir səviyyəyə çatandan sonra onlara tam sərbəstlik verirdi ki, gedib özləri yarışsınlar. Düşünün, ustad öz tələbəsinə bu qədər güvənir, onu müstəqilliyə hazırlayır. Amma bilirsiniz necədir? Bəzən edilən böyük yaxşılıqlar deyəsən çox tez unudulur. Belə şagirdlərdən biri onun bu səxavətindən öz məqsədləri üçün istifadə etmək qərarına gəlir. İndi isə o gənc şagirdin nə qədər irəli getdiyinə baxın. Onun gözünü necə böyük bir ambisiya, bəlkə də kör bir təkəbbür tutmuşsa, birbaşa şahın hüzuruna gedir və deyir, mən Rüstəm Zalın işlətdiyi bütün fənləri bilirəm. Gücüm də ondan artıqdır. Rüstəmlə güləşib onu yıxa bilərəm. Mən ölkənin birinci pəhləvanı olmaq istəyirəm. Təsəvvür edirsiniz, ustadını taxtdan salmaq, onun öyrətdikləri ilə ona meydan oxumaq, bu cür çılğın və nankor bir çıxış. Sizcə əsl ustad buna necə reaksiya verər? İkinci hissəmiz. Meydanda qəfil zərbə. Şah təbii ki, bu iddialı sözləri eşidəndə şoka düşür və bir hökümdar kimi nə etməlidir? Əlbəttə ki, bunu sınaqdan keçirməlidir. Dərhal əmr edir ki, böyük bir meydan qurulsun. Bütün xalq bura toplaşır. Hər kəs əfsanəvi ustadla onun nankorluq edən gənc şagirdinin üz-üzə gələcəyi o anı gözləyir. Cəmaatın bu tarixi anı necə nəfəsini tutaraq izlədiyini bir anlıq xəyal edin. Düz bu məqamda meydanda elə bir sükut yaranar ki, adam lap iynə atsa səsini eşidər. Hamının beynində eyni sual dolaşır. Ustad həqiqətən də öz öyrətdiklərinin qurbanı olacaqmı? Axı tələbə bütün fənləri ondan öyrənib. Bu, Rüstəmin bir növ öz-özünə qarşı döyüşməsi kimi bir şey idi. Gəncliyin bu coşqun enerjisinə qarşı ustadın çoxillik təcrübəsi tab gətirə biləcəkdimi? Və gözlənilən o həlledici an gəlib çatır. Rüstəm Zal şagirdinin bu addımından yəqin ki, daxilən çox sarsılıb, amma zərrə qədər də biruzə vermir. Tamamilə səssizcə, bir kəlmə belə danışmadan meydana daxil olur və təcrübə öz sözünü deyir. Heç kimin gözləmədiyi anda o elə möhtəşəm, elə fərqli fən tətbiq edir ki, gənc çempion bir göz qırpımında özünü arxası üstə yerdə tapır. Deməli, həddindən artıq özünə inamı yerinə bir etmək üçün cəmi bir neçə saniyə bəs edirmiş. Əsl ustad deyəsən həmişə ehtiyatda bir plan saxlayır. Şagirdin sözlərinə diqqət edin. Bütün xalqın gözü qarşısında məğlub olan gənc ayağa qalxır və üzr istəmək əvəzinə başlayır ustadını günahlandırmağa. Deyir, sənin mənə öyrətdiyin 39 fənin içərisində beləsi yoxdur. Niyə bunu mənə öyrətməmisən? Bu ədalətsizlikdir. Yəni, o hələ də başa düşmür ki, öyrənmək sadəcə fənləri əzbərləmək deyil. O, ustadın hər şeyi son damlasına dək ona verməli olduğunu düşünürdü. Üçüncü hissə. 40-cı fəndin sirri. İndi isə hekayəmizin ən təsirli kulminasiya nöqtəsinə çatırıq. Gəncin bu əsassız ittihamlarından sonra bütün meydan Rüstəm Zala baxır. Onun verəcəyi cavab sadəcə o an üçün yox, əsrlər boyu dillər əzbəri olacaq bir dərsi özündə daşıyırdı. Bu, şagirdə vurulan ən ağır mənəvi zərbə olacaq.
Rüstəmin bu əfsanəvi cavabına qulaq asın. O deyir, düzdür, mən bu 40-cı fəndi sənə öyrətməmişəm. Çünki onu məhz bugün üçün saxlamışdım. Əks halda sən yəqin ki, mənim öz silahımla məni vuracaqdın. İnanılmazdır, elə deyilmi? Adam sadəcə döyüşdə qalib gəlmir, həm də çox böyük bir həyat dərsi verir. Rüstəm əvvəlcədən tələbəsinin o zəif xarakterini, nankörlüğü olan meylliliyini hiss etmişdi və bununla da şagirdinə əsl ədalətsizliyin və xəyanətin nə demək olduğunu sübut edir. Bilirsiniz, bu sadəcə köhnə bir hekayə deyil. Bu, dilimizdə bugün də çox tez-tez istifadə etdiyimiz 40-cı fənni bugünə saxlamışdım məsələnin əsl yaranma tarixçəsidir. Fikir verin, həyatda da belədir. Yaxşılıq edib qarşılığında yamanlıq görəndə, etibarımızı doğruldanmayan dostlarla qarşılaşanda eynilə Rüstəm Zal kimi davranmalıyıq. Yəni, həmişə ehtiyatlı olmaq və hər şeyi sonacan ortalığa qoymamaq, bu bəzən həyatın qızıl qaydasıdır. 4-cü hissə. Müasir təhsil uğurları. Bəli, Rüstəm Zalın şagirdi təvazökarlıq dərsini çox sərt bir şəkildə öyrəndi. Amma xoşbəxtlikdən günümüzün gəncləri, bizim bugünkü şagirdlərimiz tam fərqli, müsbət mənada manşetlərdədirlər. Gəlin o qədim tozlu meydanları arxada qoyub, 2026-cı ilin may ayına müasir təhsil mühitimizə boylanaq və görək bugün nələr baş verir. Bu xəbər bizə mükəmməl şəkildə nümayiş etdirir ki, öyrənmək heç vaxt dayanmır. Artıq rəsmi olaraq kiçik fidanlarımız üçün yeni bir qapı açılır. Bugündən etibarən uşaqların 1-ci sinifə qəbulu başlayıb. Bu, minlərlə yeni fidanın öz ustadları, yəni müəllimləri ilə tanış olacağı böyük bir səyahətin startıdır. Onlar oxumağı, yazmağı, həyatda uğur qazanmaq üçün lazım olan ən yeni fəndləri elə buradan kəşf edəcəklər. Təhsilə atılan bu addımların necə böyük bəhrə verdiyini görmək istəyirsiniz? O zaman gəlin bu rəqəmə diqqət edək. 30. Bu sadəcə quru bir statistika deyil. Söhbət şimal-qərb bölgəmizdən Respublika Fən Olimpiadalarında medal qazanan düz 30 parlaq məktəblidən gedir. Onlar bizim qürurumuzdur. Qədim əfsanədəki şagirddən fərqli olaraq, bu uşaqlar öz biliklərini təkəbbürlə yox, böyük bir ərzm, zəhmət və çox sağlam bir rəqabətlə qazanıblar. 5-ci hissə. Mədəniyyət və yaz inancları. Aydındır ki, bu qədər savadlı və uğurlu bir nəsli sadəcə dərsliklərlə yetişdirmək olmaz. Bunun arxasında güclü, qaynar və zəngin bir mədəniyyət dayanmalıdır. Məktəblərdəki o canlanma, cəmiyyətin mədəni ruhu ilə həmahəng olmalıdır. Gəlin görək cəmiyyətimizdə hazırda hansı mədəni fəaliyyətlər gündəmdədir. Baxın, təhsilimizlə yanaşı mədəniyyətimiz də dayanmır. Məsələn, kukla teatrımız sığınacaq sakinlər üçün çox gözəl bir sosial missiya həyata keçirib. Sənətin insanlara necə şəfqət, ümid verdiyini görmək adamı həqiqətən təsirləndirir. Digər tərəfdən, fəslin ab-havasına uyğun olaraq yazla bağlı qədim inanclarımız yenidən araşdırılır və ya Firidun Ağazadənin xor çözünün kökləri ilə bağlı apardığı o maraqlı müzakirəni götürək. Fikir verirsiniz, bütün cəmiyyət davamlı olaraq öyrənir, inkişaf edir, həm də mənəvi cəhətdən zənginləşir. Gəlin bunu daha da yəni görək. Hazırda oxucularımız, eləcə də uşaqlarımız üçün o qədər yeni, rəngarəng əsərlər var ki, Qılman Musayevin Bahar tüstülərini və ya Ulrike Moçuniqun gənclərdə elmə maraq oyadan Litirdə damcıları say kitabını xüsusi qeyd etmək olar. Hələ Balaş Kosmosda baharın gəlişini hiss etdirən Novruzgülü və Gəldi Bahar əsərləri. Bu qədər zəngin seçim məhz müasir gəncliyin həm intellektual, həm də daxili dünyasının zənginləşməsi üçün bir fürsətdir. Sonda isə sizi bir qədər düşündürmək istəyirəm. İstər qədim dövrün güləş meydanında olaq, istərsə də bugünkü müasir, rəqabətlə dolu mühitdə. Öz biliyimizi, təcrübəmizi başqaları ilə səxavətlə bölüşmək, lakin eyni zamanda öz 40-cı fənnimizi qoruyub saxlamaq. Sizcə bu qızıl balansı necə qurmalıyıq? Bax bu, həqiqətən üzərində düşünülməli sualdır. Bugün biz həm müasir cəmiyyətimizin mədəni sıçrayışlarına şahid olduq, həm də ustadla şagirdin o unudulmaz hekayəsindən dərs aldıq. Ümid edirəm ki, bu təhlil sizin də beyninizdə yeni ideyalar, yeni suallar yaratdı. Öyrənmək həvəsinizi bizimlə bölüşdüyünüz üçün çox sağ olun. Həmişə yeniliklərə açıq olun, amma bəli, hər ehtimala qarşı 40-cı fənninizi yadda saxlamağı da unutmayın.